Deməli, mən burada video çəkdikdən sonra gördüm ki, xanımlar toniklərə nə dərəcədə önəm verirmiş. Və araşdırdım, ən sevilən toniklərlə qarşınızdayım. Deməli, Naunun bu tonikləri, bir saniyə, əlimi rahatlaşdırım. Deməli, yaşlanma karşıtı toniki Naunun, elə üstündə də yazılıb. Bu arada qiymətləri digər toniklərə nisbətən çox-çox daha münasibdir. Çalışıyorum münasib qiymətli məhsulları göstərim ki, hamı ala bilsin. Daha sonra glikolik asid, bu nə üçün idi? Bunu bilmədim. Hə, ləkə, ən vacibi, ləkələr və qaraltılar üçün ikinci serum. Daha sonra üz dərisini balanslaşdıran, yağlılığı aradan qaldıran, yay aylarında məncə ən vacib toniklərdən biri. Və mənim sevimlim ağardıcı tonikimiz, dostlar. Bu da ağardıcı, belə deyim, təsir göstərir üzə və 4-ün də qiyməti həm münasibdir, həm də Fiora'da var.